yaxın uzaq, üzülür çıraşıra. Ulduzlar yaxın uzaq, üzülür çıraşıra. Ulduzları çağırır axşam görüşlərinə, axşam görüşlərinə. Hər könüldə bir bahar, gəlsin dostlar, tanışlar. Axşam görüşləri. Axşam görüşləri. Gəlsin nəli quşlar, axşam görüşlərinə. Gəlsin nəli quşlar, axşam görüşlərinə. Axşam görüşlərinə. Mikrofon önündə verilişin müəllifi Rafail Hüseynov. Axşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi görkəmli sənətkarımız, tarzən xalq artisti Ağasəlim Abdullayevə həsr eləyirik. Hər insan kimi onun da yaxınları, doğmaları var. Əlbəttə ki, yenə hər insan kimi o da həmin simsar adamlardan hansınasa daha məhrəm olub. Onlarla daha çox ünsiyyət bağlayıb, daha çox oturub durub. Atası, anası, bacı qardaşları, ömürgün yoldaşı, oğul uşaq, söz yox, hamısı əzizdir. Bunlar ömrü dolduran munis insanlardır. Ancaq tarzən Ağasəlim Abdullayevin ata-anasından da, doğmalarından, qohum-əqrabasından, hətta övladlarından daha artıq yaxın olduğu bir nəfər də var. Ağasəlim Abdullayev ömründəki bütün insanlardan həyatı boyu daha sıx məhz onunla təmasda olub və onu həmişə mütləq ürəyinin başında saxlayıb. Kimdir o ki, Ağasəlim Abdullayevə ömrü boyu ata-anasından, doğmalarından, qohum-əqrabadan, balalarından da həmişə daha yaxın olub. Tarzən xalq artisti Ağasəlim Abdullayevin həyatından keçən varlıqların hamısından daha əziz həmin bir nəfər kimdir? Bir nəfər dedim, bir kəpənək də, çiçəkdən çiçəyə qonan arı da, bir quş da, cüyür də, aslan da canlıdır. Hərəsinin öz aləmi, bəlkə də hərəsinin öz dili. Əsatir təsdiqləyir ki, Süleyman Peyğəmbər bütün quşların, heyvanların, bitkilərin dilini bilirdi. Onları eşidirdi, nə söylədiklərini anlayırdı. Həqiqətdirmi bu? İnanaqmı? İmadəddin Nəsimi kimi bir nəhəng bu söyləməyə inanırdısa, niyə biz şək gətirək? Nəsimi deyirdi ki, bu quş dilidir, onu Süleyman bilir ancaq. Əgər çiçəyin də, kəpənəyin də, böcəyin də, quşların da, heyvanların da hamısı bizim kimi canlıdırsa, elə bizim kimi bu balaca və xudmani yer kürəmizin, ortaq evimizin sakinləridirsə, bizim kimi bu dünyanın havasını udub, suyunu içib, bərəkətlərindən dadıb yaşayırsa və böyük ölçüdə onların da həyatı elə təxminən bizim yaşayışımıza bənzəyirsə, onları özümüzdən ayırmayaq, özümüzü daha yuxarı tutmayaq. Hamımız birik, eyni ailəyik, yerliyik. Dünyada yerliçiliyin bundan gözəl nə çeşid ola bilər ki? Yaxşı, quşlar, böcəklər, ağaclar, heyvanlar canlıdırlarsa, hərəsinin öz dili varsa, bəs dili, dedikləri bizim içərimizdə duyğu fırtınaları yaradan tara, kamana, uda, neyə, balamana niyə canlı deməyək? Niyə onlara quru ağac parçası kimi baxaq? Ağasəlim Abdullayevin ömründəki müstəsna bir nəfər deyəndə elə mən tarı nəzərdə tuturam. O tara da insan kimi nəfər deyirəm. Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyar əlbəttə ki, tarzən deyildi. O, misilsiz bir söz ustasıydı. Bəlkə də onun tar çalınmağından heç çoxlarının xəbəri yoxdur.
Ancaq tarın ona çox muriz, çox məhrəm, bir çox əzizlərindən daha yaxın olduğunu Məhəmməd Hüseyn Şəhriyar özü təsdiqləyib. Yaxınlığa qalsa, güya qələm ona əlbəttə ki, daha məhrəm olmalıydı. Ancaq duyğulu Şəhriyar hərdən sinəsinə sıxıb çaldığı tarı hər halda özünə daha doğma sayırdı. Onu yaxşılı yamanlı günlərinin ən sadiq sirdaşı hesab eləyirdi. Sızlayır əhvalıma sübhə qədər tarım mənim. Təkcə tarımdır qara günlərdə dildarım mənim. Çox vəfalı dostlarım vardır, yaman gün gələcəyin. Tardan özgə qalmayır, yari vəfadarım mənim. Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi. Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim. Şübhə də etməyin yeri yoxdur ki, tar Azərbaycan sənətkarı Ağasəlim Abdullayevə Şəhriyara olduğundan da, ya digər tara həvəs göstərib hərdən ürəyini ovutmaq üçün köksünə sıxaraq tar çalanlardan da qat-qat daha yaxındır. Bir ömür boyu belə olub, indi də həmin cürdür və yəqin ki, son nəfəsinəcən də elə o tər qalacaq. Ağasəlim Abdullayev tara uşaqlığından bağlıdır və deməli 70 ilə yaxındır ki, duyaraq tar çalır. Ömründən çox insanlar gəlib keçib. Amma tar yolun əvvəlindən ona hansı vəfada idisə və o tara hansı sədaqətdə idisə, yenə ikisi də həmin etibarda qalmaqdadılar. Tar Ağasəlim Abdullayev və Ağasəlim də tara çox borçludur. 70 ilə yaxın bir müddətdə tarla yol yoldaşlığı eləmək, elə tara qovuşmaq deməkdir. Yeniyetməliyindən, ilk gənclik illərindən bu günəcən Ağasəlim Abdullayev tarın şöhrətini də, şərəfini də həmişə ləyaqətlə qoruyub. Məhz qoruyub, onu yad nəfəslərdən, kənar təmayüllərdən uzaqda saxlamağı bacarıb. Həyatda özündə, şəxsiyyətində olduğu kimi Ağasəlim Abdullayevin çalğısında da bütün gözəlliklərdən savayı bir abır-həya, yerini bilməklik, cızığından qırağa çıxmamaqlıq daim onu seçdirib. Bu isə çox vacibdir. Tarı tarixən yalnız Qafqazda, Azərbaycanda çalmayıblar ki. Orta Asiyada da tar olub, sevilib, çalınıb, bugün də sevilir, çalınır. İranda da əsrlər boyu tar olub, çalınıb, sevilib, bugün də ifa edilməkdədir. Anadoluda yüzillər boyu tara məhəbbət bəslənib, həmin sevgi bugün də davam etməkdədir. Ancaq Azərbaycan tarının öz hüsnü, öz dili var. Azərbaycan muğamının öz şöhrəsi, öz dili var. O dilə ayrı bir ləhcə qatılanda dərhal hiss edilir. Ağasəlim Abdullayevin böyüklüyü ondan ibarətdir ki, keçmişlərdə də, bugün də o sərhəddi son dərəcə dəqiqliklə həmişə qorumağı bacarıb və bacarır. Bütün musiqi alətlərimiz arasında tar ürəyin üstündə daha çox olanıdır. Amma Ağasəlim Abdullayev artıq uşaqlığından ayrılaraq peşəkarcasına çalmağa başladığı 60 ilə yaxın zaman boyunca tarı yalnız ürəyinin üstündə saxlamayıb, həm də daim ürəyinin içində daşıyıb. Elə həmin səbəbdən də bugün onun öz adı da, sənəti də xalqın qəlbində sevimli bir yer tutmaqdadır.
Bu akşam xalq artisti, değerli sənətkarımız Ağa Səlim Abdullayev akşam görüşlərinin qonağıdır. Ağa Səlim hər şəkil bir tarixdir. Həm də şahiddir, keçmişin yadigarıdır. Bu yaxınlarda mən o köhnə albomları vərəqləyəndə qarşıma bir şəkil çıxdı. Bu şəkil çəkilib 1970-ci illərin sonlarında Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda. Mən o zaman orada işləyirdim və mütəmadi olaraq bir sıra bizim tanınmış sənətkarları ora dəvət edirdim. Çünki orada Şərqşünaslıq İnstitutunda, Ədəbiyyat İnstitutunda, Tarix İnstitutunda hərəsi bir qatdaydı. Orada çoxlu əslən cənubdan olan insanlar işləyirdilər. Onlar da muğamatın, xalq musiqisinin aşığı idilər. Sonra da yaşlı nəslin elə buradan olan insanları vardı ki, onlar da bu şərq ədəbiyyatın, musiqisini çox dərindən bilirdilər. Onlar bu işlərə çox maraq göstərdiklərinə görə mən də dəvət edirdim. Bir dəfə Rübaba xanım Muradova gəldi, bir dəfə Hacı Baba Hüseynov gəldi, bir dəfə Əbülfət gəldi. Belə dəvət edirdim, gəlirdilər, danışırdılar, çıxış edirdilər. İndi o köhnə şəkilləri arayanda gördüm ki, əyləşmişik. Ağa Səlim Abdullayevdir, Mir Nazim Əsədullayevdir, Hacı Baba Hüseynovdur, mənəm əyləşmişik və zalda da oturub bizim o şərqşünas alimlər, yaşlı insanlar. Şəklin də altında tarixi var 1978-ci il. O deməkdir ki, 47 il vaxt eləyir, artıq bu 50 ilə yaxınlaşan bir təmasdır ki, bizim peşəkar, sənətlə bağlı söhbətlərimizin başlanğıc nöqtəsidir. Yəni, Ağa Səlim Abdullayevin ömrünün böyük hissəsinin bir yerdə olmuşuq biz. Və illər boyu sizi yaxından tanıyan bir insan kimi, sənətinizi izləyən bir insan kimi, bu bütün illərin təcrübəsi olaraq, yekun olaraq sizə bir sənətkar olaraq qiymət verərkən, mənim ağlımdan keçən ilk söz bundan ibarətdir ki, Ağa Səlim Abdullayevi Azərbaycan musiqisində, Azərbaycan taziyənlik sənətində, Azərbaycan muğamatçılığında seçdirən, üstün eləyən, mənim nöqteyi nəzərimdən ən vacib keyfiyyətlər sırasında başda dayananı budur ki, yaxşı çalmaq, muğamatı bilmək filan, bunlar hamısı öz yerində, bu ayrı bir məsələdir. Belə bacaran çox adamlarımız var. Ancaq Ağa Səlim Abdullayev indiyə qədər bütün həyatı boyu o babalardan qalan muğamatın, xalq musiqimizin düz yoluna, Azərbaycan dilisinə bir addımda xəyanət eləməyib. Daim ona sədaqətli olub və lüzumsuz artırmalara heç vaxt yol verməyib. Gəzişmələri bir başqası deyir, Ağa Səlim Abdullayev deyir. Ancaq mən görürəm ki, onlar cızıqdan qırağa çıxdılar. Bəli, sən öz texniki bacarığı göstərə bilərsin, amma bunun da el eləməlisən ki, sən o düzdən kənara çıxmamalısan. O düzdən, o əsas körpüdən sən azacıq da olsa aralananda, o saat onu bilirlər axı. Yəni, Hacı Baba Hüseynov məgər bu şeyləri eləyə bilmirdi, eləyə bilirdi. Ancaq o düzdən kənara çıxmırdı. Çünki bilirdi ki, o təməl gələcək nəsrə olduğu kimi çatdırılmalıdır. Və o çalğınız düz olduğu kimi, muğamata münasibətiniz düz olduğu kimi, xalq musiqisinə münasibətiniz düz olduğu kimi, özünüz də düz adam olmuşsunuz bütün həyatınız boyu və mən sevinirəm ki, mənim ömrümdə Ağa Səlim Abdullayev kimi bir dost var, bir sənətkar var, bir Azərbaycanlı var ki, ona bütün varlığınla ürək qızdırmaq olar, ürək bağlamaq olar. Və sizin böyük bir yol keçmişsiniz sənətdə, bu insanlarla doludur, şəxsiyyətlərlə doludur, sənət hadisələri ilə doludur. Mən istəyirəm ki, bugün o məsələlərdən söhbət edək. Amma oradan başlayaq ki, Ağa Səlim necə oldu ki, tara bağlandı? Rafail müəllim, siz elə bir yerdən başladınız ki, mən gəldi o 70-ci illər yadıma düşdü. Bəli, o illərdə bizi dəvət edirdiniz. Elə bil ki, indiki kimi gözümün qabağındadır. Bir neçə dəfə mərhum sənətkarımız, böyük ustadımız Hacı Baba Hüseynov, ondan sonra Can Əli Əkbərovu bir dəfə də dəvət elədiniz. Baxıram, ömür yoluma görürəm ki, bəli, sizinlə mənim münasibətim həddindən artıq çox qırılmaz bir tellərlə bağlıdır. İstər dostluğumuz, istər yoldaşlığımız, istər ki, sənət söhbətləri. Yəni, o illər heç vaxt yadımdan çıxmaz. İndi deyirsiniz ki, ilk sənətə başladığım günləri deyim. Sənətə başladığım günlər, mən uşaq idim.
bizim heç evdə televiziya da yox idi. Televiziya bizim evdə atam hardasa 57-ci ildə bir balaca bir televiziya almışdı. Harda yaşayırdınız siz? Mən demək olar ki, Bakının ən gözəl kəndlərindən biri olan, indi hal-hazırda təyyarə limanları orada yerləşir. Bütün qonaqlar zət də ora gəlir. Bu kənd Binə kəndidir. Yəni mən orada anadan olmuşam. Nardaranlılar məhəlləsində. Biz orada atam, anam demək olar ki, Nardarandan hardasa 44-cü ildə Binəyə köçüblər. Mən qismət olub ki, Binədə anadan olmuşam. O da deyirəm, evimizdə televiziya yox idi. 6-7 yaşım olardı. Sonra ki, atam 57-ci ildə bir balaca bir ekran da balaca idi. Televiziya aldı. Orada da demək olar ki, çox maraqlı verilişlərlə iş başlayandan heç vaxt ekran görməyən adamlar ilk dəfə televiziya açılıbdı Azərbaycanda. Maraqla demək olar ki, hər gün oturub bana 2 saatlıq veriliş olurdu, 3 saatlıq veriliş olurdu. Artıq olmurdu. Otururdu, qulaq asırdıq. Xüsusilə bizim evdə atamı da, anamı da, yəni bütün qohum-ağramamı da maraqlandıran, maraq çəkən konsertlər idi. Və ona baxırdıq. O dövrdə də yəni böyük ustad sənətkarlar, demək olar ki, Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov, bunlar hər konsertdə hərəsi bir nömrə çalırdılar, tar çalırdılar. Həmən o konsertlərdən demək olar ki, məni o tar aləti özünə çəkir. Ailədə neçə uşaq idi? Ümumiyyətlə atanız, ananız nə ilə məşğuldur? Biz ailədə 8 uşaq idik. 6 qardaş, 2 bacı. Demək olar ki, atam o vaxt təsərrüfatımız var idi də. Yəni o kəndlərdə hamısını görsün ki, öz əkin sahələri olur da. Bizim də hardasa bir 60 sota yaxın həyətimiz var idi. Böyük bir həyət idi. Atam götürmüşdü o vaxtlar. Çünki o vaxt safxoz var idi. Binə kəndində də safxoz açılmışdı. Mənim atam da o safxozda ambardar işləyirdi, yəni. Həyətimiz də böyük idi, gördün, əkinlə, biçinlə məşğul. Mən özüm nə qədər əkinlə, biçinlə, yəni, məşğul olmuşam, həvəsim olub. Demək olar ki, pomidor əkirdik, kələm əkirdik, nə bilim, turp əkirdik, kök əkirdik, yəni bunları əkirdik. Mən də işləməyə çox xoşlayırdım. Elə uşaq vaxtından, anam evdar qadın idi. Elə oldu ki, yəni mən tara çox bağlandım. Yəni o çalanları ki görürdüm, həvəsləndim. Hətta özüm görürdüm ki, götürürdüm, simzad bağlayırdım bir taxtaya, başlayırdım çalmağa gəl ki. İnanın ki, yəni mən elə çalırdım da. Bəzi mahnılar var, görürdüm ki, elə götürürdüm, çalırdım. Mən məsəl ki, mənim ilk o taxtanın üstündə çaldığım, indiki kimi yadımdadır. Sürəyyə mahnısı idi. Səyid Rüstəmovun o qoçurmayıb sən tarlaya çıxanda səs yayılır hər mahala sürəyyə. Bax, o mahnı sözləri də indiki kimi yadımdadır. Onu mən elə ağıllı başlı gördüm ki, o taxtanın üstündə çalırdı. Yəni ki, uşaqlığım zəhmətlə keçdiyinə görə, zəhmətlə keçibdi də, yəni mən həyət bacada işləmişəm. Ona görə də mən zəhmətdən qorxmurdum. Yəni o tar alətini ki, sonra mənim üçün aldılar. Zəhmətin sayəsində demək var ki, gündə bir 10 saat mən tar çalırdım. Hətta 10 saatdan da çox.
O kətdə o vaxtı musiqi ilə falanla məşğul olan vardı mı? Belə tanınan adamlar. Mənim bibim oğlu vardı, adı Javad idi. Onun tarı var idi. Elə öz fəaliyyət kimi də özü üçün çalırdı, elə özü öyrənmişdi, çalırdı. Yaxşı da səsi var idi. Yaxşı xanəndəliyi vardı, ancaq kənd yeridir də getmirdi, çox istifadə eləmirdi səsindən. Mən tarı alandan sonra mənə demək olar ki, ilk müəllimim elə mənim bibim oğlu Javad olub. Qoy əvvəlindən deyim ki, mənim üçün getdilər tar aldılar. Anam çox həvəskar idi ki, mən tar çalım. Adı neydi ananızın? Ruxsarə. Apardı, mənim bir mağaza vardı binədə, kəndin içində, kənd mağazası idi də. Orada bir tar asılmışdı. Deyirəm, nə yaxşı, kəndin mağazasında da tar satırlarmış. Bəli, həqiqətən. Yəni, bir dənə tar asılmışdı orada. Mən apardı anam ki, gedək sənin üçün o tar alacağım. Getdik, tarı götürdüm. Anam pulunu verdi. O vaxtda ki, deyim də, çox da baha döyürdü. 12 manat. O dövrün puluyla, yəni 12 manat eləyirdi. Aldı o tarı verdi mənə. İndi tarı almışam, baxıram ki, bu tarın simləri, bir dənə simi var, o da bomboş, xərək olur tarın üstündə, xərək yoxdur. Aşıqların da bir neçəsi düşüb. Ancaq pərdəsi də cırıqdır. Baxıram, deyirəm ki, yaxşı, bu tardırsa əgər, mən başım çıxmıraq ki, bu aparıb təmirə vermək lazımdır. Hələ-hələçinə belə çox pis şeydə, halda gəldim bibim oğlunun yanına. Bəs bibim oğlu bir tar almışıq, anam aldı mənim üçün dükandan. Bunu çalmır, neyəm onun üçün? Dedi, yox, bunu təmirə vermək lazımdır. Sağ olsun, Allah ona qan-qan rəhmət eləsin. Apardı, verdi təmirə mənim üçün. Onu götürəndən sonra demək olar ki, mənim belə günüm güzaranım o tarla keçirdi. Hətta məktəbə gedəndə də, orta məktəbə, inanın ki, tarı da aparırdım ki, mən boş qalmayayım, bu fasilələr olur da. Sonra elə o qədər çalırdım ki, 1-2 ildən sonra məni demək olar ki, nəğmə dərslərində hamısını çağırırdılar. Heç dərsləri qoymurdular ki, oxuyum. Elə deyirlər ki, nəğmə dərsində gəl burada çal, burada çal. Elə sonra yavaş-yavaş başladım tar çalmağa. Da müstəqil öyrə, musiqi məktəbinə falana getmədin də? Getdim. Musiqi məktəbinə də ki, Suraxanıda bizim binədə musiqi məktəbi yox idi. O Suraxan kəndi var bizim binə ilə yaxınlığında. Orada musiqi məktəbi var idi, 5 nömrəli musiqi məktəbi idi. Mən oraya getdim, orada təhsilimi davam elətdirdim. Oraya gedəndə artıq çalmağı bacarırdınız da, bəs orada müəllim kim oldu? Ağıllı başlı tar çalırdım. İnanın ki, yəni notları mən özüm öyrənmişdim. Bütün konsertləri keçidirdim. Məsələn, ən çox mənim xoşuma gələn Əhsən Dadaşovun birinci, Hacıxan Məmmədovun birinci konserti yoxdur. Bax, onun ikinci hissəsini. Ağıllı başlı biz belə həddindən artıq özü mənim xoşuma gəlirdi. Lirik deyən, Əhsən də onu, Allah ona qan-qan rəhmət eləsin. Elə gözəl çalmışdı ki, mən valih eləyirdim, mən həmən o konserti çalırdım. Başqa əsərlər var idi, Adil Gərayın əsərləri var idi, görürdüm, çalırdım. Musiqi məktəbinə gedəndə mənim ilk müəllimim də elə Adil Gəray, bu Məmmədbəyli Adil Gəray, onun qardaşı Əmrullah, mənim ilk müəllimim o olub. Bir il məni o dəstəyəndən sonra dünyasını dəyişdi, başqa bir müəllimə verdilər məni. Qədir adında bir müəllim idi, özü çox gözəl bir tarçalan idi. Həqiqətən deyil, çox gözəl çalırdı. Demək olar ki, 4 illə mən musiqi məktəbini qutardım. Çünki bir il artıq qoymadılar. Dedilər, sən hamısını bilirsən, dedilər, burada artıq oxumağa ehtiyac yoxdur. Verdilər atestatımı, getdim Asaf Hüseynallıya.
İndi Asəf Zeynallıdan danışın. Çünki Asəf Zeynallı hər dəfə bu Asəf Zeynallı söhbət ortalığa düşəndə mən istəyirəm orada təfərrüatla bəhs olunsun. Çünki o illər ki siz orada oxumusunuz, yəni biraz da geniş götürsək əhatəni, bax 1950-ci, 60-cı, 70-ci, hətta 80-ci illərdə Asəf Zeynallı sadəcə orta ixtisas musiqi məktəbi olmayıb. Ora elə bir böyük bir konservatoriya bərabər bir yer olub o zamanında. Azərbaycanın əsas musiqi təhsili verən bir ocaq olub. Azərbaycan xalq musiqisində sonradan məşhurlaşan kimlər, tək xalq musiqisində yox, orada vokal da tədris olunurdu və yüksək səviyyədə. Və oradan bizim Azərbaycan musiqisində sonradan məşhur olan insanların hamısı keçiblər o məktəbdən, yetişiblər. Və oranın havası elə idi ki, orada sən yalnız tarçalansansa sənin tarçalmağın təkmilləşmirdi. Oxuyansansa sənin xanəndələyin təkmilləşmirdi. O mühitin içərisində sən qaynayıb qarışanda ən az o adamları görürdün də. Orada professorlar vardı, böyük sənətkarlar vardı. Həm vokal sahəsində, həm fortepianoda, həm tarda, həm ifaçılıqda nəhənglər vardı. Və o ab-havanın içərisində sən bir həm də ruhən yetişirdin, mənən zənginləşirdin. Böyük musiqiçi olmağın gələcəkdə əgər sənə qismət olarsa nə qədər böyük şərəf olduğunu dərk. Sən gəlirsənsə görürsən ki, orada Seyid Şuşinski dərs deyir. Görürsən ki, sən tələbəsən, o bir tərəfdən də Müslüm Maqamayev tələbədir. Görürsən axı bunlar sadə məsələlər deyil. Yəni o mühitin özü bir başqa idi. Həqiqətən də elədir. Yəni 1967-ci ildə mən demək Asəf Zeynallılarla musiqi texnikumu gedirdi də, orta ixtisas musiqi məktəbi. Yəni orada çox böyük sənətkarlar dərs deyirdi. Yəni heç ağlıma gəlməzdi ki, yəni mən gəlib bu sənətkarların arasında mən bunları burada məktəbdə görəcəyəm. Həsən Dadaşov dərs deyirdi orada muğamla. Hacı Məmmədov dərs deyirdi muğamla. Ondan əlavə böyük xanəndələrimiz məsələn Nəriman Əliyev dərs deyirdi muğamla. İndi çox xanəndələr var idi, dərs deyirdilər. Tarzənlər var idi, dərs deyirdilər. Yəni mən oraya birinci girəndə məni ixtisasdan Ağa Salih müəllimə verdilər. Ağa Salih Abbasəliyev. İndi hazır kamança çalan Ağa Cəbrayilin atası. O da yaxşı tərcüman idi. Neçə illər o da orkestrdə fəaliyyət göstərir. İxtisasdan ona verdilər. Muğamla da ki, o dövrdə çox sevilən, çox tanınan, hətta demək olar ki, onu elə bir muğam bilicisi kimi tanıyırdılar. Kamil Əhmədov. Mənim muğamdan Kamil Əhmədovun sirkini verdilər. Kamil Əhmədovun üstünlüyü ondan ibarət idi ki, Kamil Əhmədov Seyid Şuşinski ilə işləyirdi. Onun o xanəndəl olaraq ona müşahiət eləyirdi ki, bu uşaqlara dərs keçəndə və Seyid Şuşinskinin boğazından nə tökülmüşsə hamısını yığmışdı. Muğamatı ona görə Kamil Əhmədov çox yaxşı bilirdi. Düzdür, elə şeylər var ki, məsələn, Humayun muğamında Seyid Şuşinskiyə qədər, Kamil Əhmədova qədər tarda bərdaş toxunmurdu, ya çalınmırdı. Məsəl üçün, onun ən belə yaradıcılı işi o götürdü, Humayuna bərdaş əlavə elədi. Ondan sonra elə gördük ki, hamısı bütün xanəndələrimiz də, tarzənlərimiz də hamısı Humayunda bərdaşda eləyir. Mənimlə oxuyan, indi hal-hazırda demək olar ki, bir neçəsinin adını çəkə bilərəm ki, Nazım Kazımov, indi hal-hazırda bizim kollecin rəhbəridir. Sonra Ağaverdi Paşayev, hal-hazırda xalq artisti, professor, Xalq Şağı Alətlər Orkestrinin bədii rəhbəridir. Mən bilən o Rövşən də sizlə oxumuşdu da, o Zamanov, Göyçaydan olan bizim. Yox, Rövşən bizdən bir qədər cavandır. Yəni onlar Möhlət Müslümovla bir oxuyublar. Möhlət Müslümov,
Sonra Mahmud Əliyev var Taşçalan. Bax, onlar məndən hardasa bir 4 il sonra qurtarıblar. Ancaq gözəl Taşçalandı. İndi adını çəkdiniz. Allah ona rəhmət eləsin, qəni-qəni. Yeri behişt olsun. Çox gözəl Taşçalandı, həddindən artıq. Onu hətta indi qoyurlar, görsən ki, o ifalarını YouTube'da da qoyublar. Müğənnilərlə də var, xanəndələrlə də var. Baxırsan, görürsən ki, həqiqətən də çox gözəl tarzən. Təsadüfən qızlar oxumurdu ki o vaxt sizdən. Ümumiyyətlə bizim bu tarzən xanımlar nə zaman görünüblər? Var idi, mənimlə, bax, indi yadıma saldınız. İndi gör neçə illər keçibdi də. Yadıma Rübaba var idi, Rübaba xanım. Neçə illər elə o Binəqədi rayonunda bir musiqi məktəbi var. Neçə illərdir o, məsəl üçün, o müəllimliklə məşğuldur və çox gözəl də tələbələr yetişdirib. Hal-hazırda onun tələbələri demək olar ki, səhnələrdə olan tələbələrdir. Asaf Zeynal'da oxuduğunuz vaxtlarda səhnəyə çıxmaqlarınız olurdu mu? Müəyyən indi konsertlər olurdu, falan tədbirlər olurdu. Bəli, demək olar ki, mən Asaf Zeynal'da oxuyanda mən otururdum, 5 saat, 6 saat girirdim. O bizim Asaf Zeynal'da da alt mərtəbə, lap alt mərtəbə o vaxt Maksim Gorki'də olan o binada. Alt mərtəbə padval sayılırdı. Orada girirdim, 5 saat otururdum, taşardım, gördüm ki, hamısı yığışır başıma. Yəni, fəal olan bir tələbə olmuşam da Asaf Zeynal'da. Konsertlərə də məni göndərirdilər. Çox konsertlər olurdu. Hətta Asaf Zeynal'da olanda mən Türkmenistan'a gönderdi Aşkabad'a. Sonra Pribatka'ya gitmişəm. Tallinn şəhərinə, Estoniyanın. Orada Zaqafqaziya və Pribatka ölkələrinin birləşmiş müsabiqəsi. Bax, orada da çox konsertlərə gedirdi, konsertlər çalırdı. Toylara ayağınızdan vaxt açıldı. Toylara demək var ki, Rafael mənim. 14 yaşında mən ilk toya girmişəm. Heç onda Asaf Zeynal'da da oxumurdum yəni. Elə musiqi məktəbində oxuyurdum. İlk toyum da mənim getdiyim toy bu Bakının Zıq kəndi var. Bax, Zıq kəndinə girmişəm. İlk dəfə 14 yaşım var idi. İndi əgər Taşçalan toya gedirsə bunu hansısa xanəndə çağırır da? Mən elə bayaq ki, söhbət elədiydi, dedim ki, mənim bibim oğlunun yaxşı səsi vardı, ancaq oxumurdu. Bibim oğlunun bir dostu vardı Zığda. Yəni, çox yaxın münasibətləri var idi, dostluqları var idi. Onun toyu idi, həm dostunun toyu idi. Bibim oğlu dedi ki, çalırsan da mən səni aparacağım, sənə gedəcəyik, çalacağım. Bir yoldaş kimi də dost kimi. Dedim, bibi oğlu axı, mən balaca uşağım, mən 14 yaşında mənli gedib burada toyşar. Yox, dedi, yox, çalırsan. Həqiqətən də yəni ki, çalırdım. Yəni, demək olar ki, muğamların hamısını elə mən birinci sinifdə olanda, ikinci sinifdə olanda mən muğamların hamısını, dəstgahları bilirdim. Tamam dəstgah. Rəngləri, dəramətləri. Mən çünki gəl dedim də 14 saat, 15 saat inan tar çalırdım. Ki, bir dənə şey qalmasın, hamısını çaldım. Dedi, yox, aparacağım səni. Dedim, ev yoxdur, nə var, gedərəm, gedək də. İnanın, indi mən çox belə pis vəziyyətdə başım aşağı salmışam. Geçdim, oturdum. İndi nə çalmışıq, nə oxumuşuq, heç yadımda deyil, inanın. Elə bir əlləşirdim ki, bir heç olmasa bir hazamızı çıxım gedim. Orada da çox şey çalmadı. Yəni, orada klarnet zat da vardı, o dəstələr var idi. Bir dənə, iki dənə şey bibim oğlu oxudu, oradan da oxuyurdu, yaxşı da oxuyurdu. Ancaq getmirdi də toyazadan. Bu dostudur deyən, ona görə. Bir-iki dənə şey çalandan sonra çıxmışam, bir nəfəs almışam ki, mən da. O hər halda imtihan idi, imtihandan keçdiniz də. Çox, həddindən artıq. Bax, birinci sormamdan sonra da indi tamam mükəmməl ifaçılığı bacarandan sonra, yəni dəstgahları, muğamları, tam da artıq özümə arxayın edim. Ondan sonra elə
toylara gedirdim. İndi bax bu Asif Zeynaloğlu'nu bitirdiniz. İndi adam bir məsələn gedir də bir girir xalq təsərrüfatının üstündən qutaracağım buranı məsələn tutalım da en az bir mağaza müdürü olacağım məsələn o dövrün adamı da. Biri gedir məsələn bir tarix fakültəsində oturur ya deyir ki mən olacağım müəllim ya gedəcəm bir o raykom işçisi o vaxt deyirdi gedəcəm belə siyasi xətlə falan. Azidə Neft Kimya İnstitutunda oxuyur, gelib mühəndis olacağım falan. İndi buranı qutarmısan, indi bu iki yolu var da. Buna getməlisən bir musiqi məktəbində dərs deməyə ya bu tardan bağlı işləməyə. Nəsə göndərirdilər, təyinat zat var idi, yoxsa gedib özünü iş tapmalıydın o dövrdə. Necə idi o vəziyyət Asif Zeynaloğlu'nu bitirəndən sonra? Mən elə Asif Zeynaloğlu'da oxuya orta məktəbi də buraxmadım. Yəni 11-ci sinif, o vaxt axşam məktəbləri var idi də. Asif Zeynaloğlu'da da oxuyurdum. Orta məktəbi də 11'de də qutardım. 11'i qutarandan sonra sənədlərimi verdim Politexnik İnstitutuna. Qəbul da olundum. Axşam şöbəsinə qəbul da olundum. Hətta bir müddət də oxudum. Yəni Asif Zeynaloğlu'da da oxuyurdum. Politexnik İnstitutunda da oxuyurdum. Onun da orada bir şöbəsi vardı. Avtomatlaşdırma və kompleks mexanikləşdirmə şöbəsi. Haradasa bir semestr oxudum. Evdə atam gəldi dedi ki, oğlum, tarih yaxşı çalırsan, elə hökümdar çalırsan. Bırax onu geçsin, nə qutarıb injiner olacaqsan da. İnjinerləri deyir, mən görürəm də. O vaxt o dayanırlar o fəhlələrin başının üstündə bunu belə. İş yox, güc yox. Getmə, yorulursan, əldən düşmüsən da. Əsas elə tarih çalırsan, tarih çal yine. Bunu ilə sən elə qabağa da gedərsin. Allah rəhmət eləsin atama. Yəni o mənə məsləhət gördü ki, yox elə tarın dalıysan get. Politexniki buraxdım. O ki qaldı qutarandan sonraki təyinat məsələsi məcbur eləyirdilər. Yəni bir var ki, elə öz istəyindən ola. Yox, gəlirdilər, məsələn, nazirlikdən gəlirdilər. Təhsil nazirliyindən gəlirdilər, təyinatları bölüşdürürdülər. Heç ixtiyarın yoxdur ki, sən getməyəsən. Getməyəndə də diplomu təsirdən salırdılar. Yəni diplom yaranmırdı. Mütləq məcbur olurdun ki, gedəsən. Mənim Asif Zeynaloğlu'nu qutarandan sonra təyinatımı verdilər Filarmoniyaya. Çünki o vaxt Filarmoniyada mən 2 il Allah rəhmət eləsin qəni Hacı Məmmədovun yanındakı məşğul olmuşdum. Hətta rəqs ansamblı da var idi də, o təzə yaranmışdı. 68-ci ildə. Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının çalğı alətləri ansamblı var idi. Orada da mən müəyyən müddət tar çalmışdım. Mənim təyinatımı çaldığıma görə, yəni mən verdilər Filarmoniyaya. Davr getmədim, heç oraya işləmədim. Verdim Üzeyir Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyası. Mən verdim dokumentlərimi oraya. Orada qəbul olundum.
Deyirsiniz Hacı Məhəmmədovun yanında işləmişdiniz. Harda olmuşdu sizin işlərin bir yerdə olmağınız? O vaxt demek bir elan edildiler ki bir müsabıqa var. Filarmoniya solist hazırlamak için müsabıqa geçirilir. Hemen de senetlerle Asaf Zenal'da okuyordum. 2. kurstaydım. Senetlerimi verdim oraya. Erzemi verdim. Yani bir 60'a yakın adam var idi. Tarçalan, kemançı çalan. Münsifler de kim idi? Hacı Məhəmmədov, Şövkət Ələkbərova, Xan Şuşinski, Niyazi. Oturmuşdular, onlar kabul ediyordular. Ben de girdim bir orta mahur çaldım. Yani bir muğam çalırdım ki görsünler ki elim kolum necə. Bir orta mahur çaldım. Hatta hiç yadımdan çıkmaz. Şimdi ben Hacı Məhəmmədov'du da bunun adını eşitmişəm, televizyada görmüşəm. Şimdi bunun qabağında oturup orta mahur çalma. Yaxşı pis neyse de çalmışam. Soruşdu məndən ki sen kimin tələbəsi olmuşsan? Dedim ki Qədir müəllimin. Dedi Şamaxılı Qədir tanıyırmış. Dedim hə. Deyəsən Şamaxılı idi. Özde belə dedi, yaxşı tarçalan diyor. İndi göründü nə tər o yaxşı tarçalan olub ki Hacı Məhəmmədovun yadında qalıb. Hacı Məhəmmədov özü də Şamaxılı idi axı. Dönemde yani yadında qalıb. Ola bilər o vaxtlarıyla münasibətləri olub görüb onu çalmağını. Çok beğendi, beğenmedi. Axır məni yazdılar. Bir 6 nəfər adam təxminən. 5 idi ya 6 nəfər idi. Məni həm solist kimi hazırlamağa götürdülər. Həm də ki rəqs ansamblının o ansamblın üzvlərinə mən orada da çalmağa ikisine de gidirdim. Hacının yanına da gidirdim. Solist kimi çalmaq. Demək olar ki 2 yıl orada mən elə Allah kəndə deyirəm, qən rəhmət eləsin. Onun gözünün qabağında, onun qabağında tar çalmışam. Mən özüm üçün mən bunu böyük bir şərəf hesab edirəm. Neçənci ildə girdiniz konservatoriyaya? 71'de. 1971. ildə konservatoriyada. Özdə mən Rafail müəllim Asaf Zenal'ını kırmızı diplomla kurtarmışam. Yani bir tane 4'üm yok idi. Yani demək ki 35-36'nın hamısı 5 idi. Orta məktəb dərsləri də, sonra musiqi fənləri də hamısı 5 idi. Konservatoriya girəndə bir imtahan verməliydim. İxtisasdan yaxşı qiymət alsaydın, 5 alsan girirsən. İmtahanı da götürən Adil Gəray idi. Bir də ki Ramiz Mirişli. Bəstəkar Ramiz Mirişli. Allah cəhənd edirəm də hər ikisinə qərəbət eləsin. Mənə 4 yazdılar. Çünki Adil Gərayla problemim var idi. Yəni mən onun qardaşında oxumuşdum bir il. Əmrullah müəllim də rəhmətə getmişdi. O oradan məni tanıyırdı. Gəlirdi oradan uşaqlara baxırdı ki seçmək üçün görə konservatoriya Asaf Zenal'da olanda bunu sinifinə düşsün. Mən elə orada demişdi ki Asaf Zenal'ya girəndə mənim sinifimə gəl ha. Mənim sinifimə. Deyinə ki Adil Gəray müəllimi istəyirəm. Mən də Asaf Zenal'ya girəndə heç məndən soruşmadılar ki saldılar Salih müəllimin sinifinə. Bir ay sonra mən də Adil Gəray müəllimi görmürəm də. Bir ay sonra elə koridorda geçəndə məni gördü. Dedi, sən girmişsən bura? Dedim, mən bəs. Dedi, və kimin sinifindəsən? Ağa Salih müəllimin sinifindəyim. Bir acıqlandı mənim üçün. Üzü köndüyə. Dedi, bəs sən mənim qardaşımın yadigarı idi. Mən sənə demişdim ki, mənim sinifimə düşərsən. Onda da bir Adil Gəray müəllimdə də elə bir həqiqətən nə çox şey var idi. Hisslilik var idi. Ondan sonra elə məni Asaf Zenal'da demək olar ki bəlkə də heç tanışdırmırdı. Demədi ki məndən aslı deyirdi. Dedim öyle dedim de o deseydin də o elə bir xasiyyəti doğrudan deyib çox gözəl müəllim idi. Azərbaycanda Adil Gəray müəllim kimi ikinci ixtisas müəllimi yoxdur. Demək olar ki yeganə bir dənə elə bu Azərbaycanın ixtisas təhsili müddətində yeganə bir müəllimdir ki ona beraber ikinci bir müəllim yox idi. Çox böyük müəllimdir. Çox həddindən. Ondan əlavə ifaçılığı da var idi. Səid Rüstəmovun vaxtında orkestrdə konsermestr olub. Neçə illər konsermestr olub.
İfaçılığı da var idi. Ancaq müəllimliyi demək olar ki, lap üst eləyirdi. Ona görə də deyən 4 aldı. İnanın 4 aldı. O vaxtda 9 tane imtahan var idi. 9 imtahan. Əlaçı qutarmışdım. Özümə arxayındım ki, olsa da bunları verəcəm. Hamısından da çox, girənlərin hamısından çox mənim balım oldu. Hamısı 5. 9 imtahanın 9'unu da verdim, 5 aldım. Yani girdim konservatoriya. Onda okudum, tutardım. O dövrdə kimlər idi və sizin bu xalq musiqisi üzrə konservatoriyada, indiki musiqi akademiyasında o vaxt dərs deyənlər, yəni sizin hər gün gördüyünüz adamlar? Çox, orada da kimlər yox idi. Mən elə bu Azərbaycan xalq musiqisi sahəsində demirəm, ümumiyyətlə bəstəkarlıq sahəsində, sonra nə bilim bu başqa sahələr, nəzəriyyə sahəsində elə bir insanlar var idi orada ki, mən Qara evi görmüşəm orada. Sultan Hacıbey o bizim rektorumuz idi. Fikrət Əmirov görmüşəm orada. Yəni onlarla görüşürdük. Yəni çox böyük Cövdət Hacıyevlə, nə bilim Tofiq Quliyevlə, hamısıyla orada demək olar ki, bu sənətkarların qabağında inanın yəni indi özümə çox şərəf bilirəm ki, mən bu sənətkarları görmüşəm. Bunlarla bir qapıdan girmişəm. Girirdilər, dururduq ayağa. Qapıdan girəndə elə bilirdin ki, böyük bir neyse insanlar gəlir. Çox belə şəxsiyyətlər girir. Səyid Rüstəm, mən ondan sonra həm də mənim müəllimim Səyid Rüstəmova verdilər məni. Demək olar ki, 5 ildə həmin o qutarana qədər Səyid müəllimin sinifində dərs almışım. Səyid müəllim necə müəllim idi? Səyid müəllim çox gözəldir. Çox həddindən artıq gözəl bir müəllim idi. İndi Səyid müəllimdir də ona pis demək olar ki, onun elə bir balaca oturub, bir dənə balaca göstəriş verməsi bizim üçün mənə lazım deyil ki, otursun elə mən 1 saat yarım mənlə dərs geçsin. Onun bir dənə balaca göstəriş, o dövrdə elə idi də. Məsələn, professorlar idi. Qara ev indiki kimi yadındadır. 1 ay burada dərs keçirdi, gedirdi 3 ay Moskvada dərs keçirdi. Yəni, burada göstərişini verirdi. O tələbələri gördün, bəs eləyirdi. Asistentləri var idi, gördün, onlar məşğul olurdular. O dövr elə idi. İndi çox təəssüf ki, professorlar özləri əldən düşürlər ki, dərs desinlər. Yəni, məcburdular da, yəni. İndi də asistent izadı yoxdur ki, yəni kimsə qoysun, yerində geçsin. O dövr belə
işleri var idi. Bayaq söhbətimizin içərisindən Hacı Məmmədovun adı keçdi. Hacı Məmmədov əlbəttə ki, Azərbaycanın tarixənlik sənəti tarixində həmişə çox adı ucalarda qalacaq bir sənətkardır. Uşaqkən başlamış, 10-11 yaşında artıq o çalırdı. O vaxtın orkestrdə çalırdı. Bizim tar aləmində məşhurlaşan ilk Azərbaycanlılardan olub. Və sənətdə də onun hansı səviyyə idi, bu hər kəsə bəllidir. Və onun ailəsi ilə də mən yaxın idim, gedib gəlirdim, evlərinə də gedib gəlirdim. Rəhmətli ilə də çox münasibətlərimiz olmuşdu, xoş. Sonra günlərin birində bir dəfə Hacı müəllim gildə idi, artıq özü həyatda yoxdur. Demək, oğlanları mənə söylədilər ki, bəs Hacının tarı qalmış. Soruşdum ki, bəs Hacı müəllimin tarı hardadır? Dedi ki, Hacı müəllimin tarını verdik Ağa Səlim Abdullayevə. Deyir, evdən asılı qalmışdı. Deyir, anam dedi ki, bəs bu bir nəfər bunu çalsın da bu dirilsin bu tar. Və qərar aldıq ki, Ağa Səlimə verək. Bu mənim çox qəlbimə yatdı. Bilirsiniz, ailə bu işi görənə qədər, bu qərara gələnə qədər çox düşünmüşdülər. Və Azərbaycanda da Allah şükür o vaxt xeyli tarzənlər vardı, bir-birindən gözəl hamısı. Amma bu qədər tarzənin içərisindən Ağa Səlimi seçmişdilər. Və Ağa Səlimi ona görə seçmişdilər ki, onun içərisində yalnız tarzənliyində yox, şəxsiyyətində də, insanlığında da elə keyfiyyətləri görmüşdülər ki, istəmişdilər ki, bu tar çox layiqlərlərdə olsun. Bu əhvalatı siz də danışın. Necə oldu, necə çağırdılar, necə verdilər o tarı sizə? Demək olar ki, heç gözlənilmədən mənə zəng olundu. Demək, zəng eləyəndə Hacı Məmmədovun oğlu Nadir idi, böyük oğlu. Allah rəhmət eləsin ona, o da rəhmətə gedib. Zəng elədi ki, pəs bizə gələ bilərsən? Dedim, mən niyə gəlmirəm ki? Gələrəm. Nəyə görürdü? Dedim, Nadir müəllim, nə işindir? Dedi, heç. Anamın sözü var sana, anam səninlə nəsə danışmaq istəyir. Hə, dedim, hə, gələrəm, ev yoxdur. Allah Aliyə xanıma da rəhmət eləsin, Hacı müəllimin yoldaşına. Hə, getdim evlərinə, getdim oturduq. Tahir da oradaydı, kiçik oğlu. Sonra Sevda da oradaydı, gəlinləri, o Tahirin yoldaşı. Hal-hazırda o 20 nömrəli musiqi məktəbində deyəsən direktordur. Hə, söhbətdə Aliyə xanım dedi ki, bəs Ağa Səlim, mən evlərində də Hacı müəllimi çox olmuşam da, yəni mənə münasibətləri çox yaxşı idi. Bəs bu tarı görürsən, bax bu tar 25 ildir, özü bir qutu düzəltmişdilər onun üçün. Həbəşistanda deyəsən, mənə söhbət elədilər ki, bu xüsusi olaraq bunu Həbəşistandan o qutunu götürüb gəlbilər tarı qoymaq üçün. Hə, pes qalıb 25 ildir bu tar burada qalıb. Çox fikirləşdik, çox söylədik. Pes Hacı müəllimin də sənin çalmağından yəni xoşu gəlirdi, yəni səni bir tar çalan kimi bəyənirdi. İstəyirik bu tarı sənə bağışlayaq. Çünki qalıb burada çalınmır, baxır görür də xərab olar da, taxtadır, ağacdır. Heç elə bilginə ki, mənə dünyanı verdilər. Heç bir gözlənilmədən, inanın, yəni götürdülər, o qutunun içindən çıxartdılar, açdılar. Futları var idi, futların üzündə prezenti də var idi, şey var idi. Koydular futların içinə. Allah kendi deyirəm, rəhmət eləsin Nadirə oğlunu. Verdi mənə. Anası Aliyə xanım dedi ki, halal olsun sənə. Apar dinən çalırsan, Hacının da ruhu şad olar. Elə bilginən ki, Hacı sağdır yəni. O, sən çalanda biz baxacaq ki, Hacı elə bilginən sağdır. Neyse götürdüm, geldim. Sonra bütün demək olar bir çox konsertləri zadı. Elə verilişlər olurdu, elə konsertlər olurdu. Demək olar ki, böyle o tarla həmişə çalmışam.
azı 1000 ildir ki yol gelir. Bundan sonra da ne kadar dünyamız var, Azerbaycan ruhu yaşayır. Harda çalınmakta, sevilmekte devam edecek. Tabii bunca uzun yol boyunca sayısız hesapsız, her halde yüzlerle değil binlerle parçalanımız olup. Ancak onların arasında bugün iftiharla adını çekebileceklerimizi, tarın tarihine imza atmışları sadalamak istesek, 40'dan 50'den o yana geçmeyimiz çetin olacak. Ağaselim Abdullayev'in adı Tara ömrünü vermiş ve Tara yeni ömür bağışlamış bu seçkinlerin, bu sevimli adların cergesindedir. Ömrümüzü günümüzü müşahiyyət edilən, Azərbaycan varlığına qarışmış değerler sırasında görkemli Azərbaycan tarihçisi, xalq artisti Ağaselim Abdullayev'in de öz sevimli, değişilmez, sabit yeri ucalardadır. Bir ömür boyu Tara ve milli musiqimizə təmənnasız xidmət müqabilində bu mərtəbəyə ucala bilmək əlbəttə ki, bəxtiyarlıqdır. Hörmətli dinləyicilər, axşam görüşlərinin dəyərli sənətkarımız, xalq artisti Ağaselim Abdullayevə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb.